Bakının Qaradağ rayonu ərazisində palçıq vulkanı püskürüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Məlumata görə Qaradağ rayonunun Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında oktyabrın 11-i saat 08:27-də püskürmə hadisəsi qeydə alınıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislər tərəfindən püskürmə və onun nəticələri öyrənilir. Ərazidə müvafiq müşahidələr aparılır deyə Nazirlikdən bildirilib. Fövqəladə Hallar Nazirliyindən isə qeyd olunub ki, Qaradağ rayonunun Səngəsal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi ilə bağlı aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib. Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib. Məsələ ilə əlaqədar aidiyyəti qurulma tərəfindən müvafiq işlər görülür deyə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.